İki şey deyim, gedirəm. Bəzi insanlar olur, bizə hansısa xüsusi yaxşılıqları ya da dəstəkləri dəyməsə də, onların varlığı, onların öz həyatlarını yaşama forması, verdikləri qərarlar, bəlkə geyimləri, bizlə paylaşdıqları bizə ilham olur. Və biz nəsə eləyəndə fikirləşirik ki, falan kəs də belə eləmişdi, deməli mən də eləyə bilərəm. Və onlardan birinə dəstək alırıq. Həmin insanları təqdir eləyək. Çünki onların elədikləri həqiqətən çox cəsarət gərəkdirir və o cəsarətin özünə xas bədəlləri var. O bədəlləri boşuna ödəmədiklərini bilsinlər. İkincisi isə kimsə sizə gəlib səndən incimişəm, səndən küsmüşəm, xətrimə dəymisən kimi şeylər deyəndə hər şeydən əvvəl onu həqiqətən təqdir eləyin. Çünki elə bir dövrdə yaşayırıq ki, bir insan başqasına səhv eləyəndə ya o onu silir, ya da içində ona qarşı kin bəsləməyə başlayır və bunu heç vaxt dilə gətirmir. Dilə gətirmək, özünün o qırılğan tərəfini ortaya qoymaq çox cəsarətli bir addımdır. Ona görə də özümüzü müdafiə eləməzdən əvvəl o sən məni incitmisən deyən insanı həqiqətən təqdir eləmək lazımdır. Çünki bu həm də sevginin göstəricisidir. Sənin üçün hələ də mübarizə aparıram, məni incitdiyin üçün səni silmirəm, gəlib sənə açıq-açıq deyirəm və sənə könlümü alma imkanını verirəm. Ola bilsin ki, o insan da hələ də tam özünü yaxşı ifadə eləmir. Ola bilsin ki, mən dilində demir, səni günahlandırır, acı tonda danışır. That's okay. O da insandır, öyrənəcək. Amma sırf bunun özünü gəlib demək çox çətindir. Ən azından özünüzə baxın. Gedib başqasından mən səndən incimişəm demək həqiqətən çətindir. Mən sənə əsəbiyəm, acıqlıyam demək asandır, amma incimişəm demək çətindir. Ona görə də o insanları da təqdir edin.